Hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun bir daha. Rofun və AF Qrup Akademinin yetirmələrinin U9 liqasının qarşılaşmasında ikinci hissəyə start veriləcək bir neçə saniyədən sonra. İlk hissənin sonunda Rofun komandası 4-0 üstünlüklə irəlidədir. Rəqibin hücumunu izləyirdik. Rofunlarım qarşılandılar. Tamerlandan gözəl hərəkətlər. Top rəqibdən oyunu tərk edir. Məhəmməd. Top rəqibdən çıxır. Out'u Rofunlar yerinə yetirəcəklər. Tamerlan. Rəqibin əksinini qapıya doğru zərbə. Tuncay yerindədir. Tuncay bu günləri qapını birinci hissədə çox yaxşı qoruyub. Ümidvarıq ki, ikinci hissədə də qapımız topsuz olacaq. Məhəmməd. Tamerlan. Kenan. Nihat. Alttan Rofunlar topu daxil edir. Tamerlan qapıya doğru zərbə. Zərbənin qarşısı alınır. Kenandan qapıya doğru zərbə. Əla bir zərbə idi. Qapı dirəyi. Bu dəfə rəqibi qoldan xilas elədi. Fuat. Nihat. Fuat. Ortadan gözəl hərəkətlər. Tamerlan qapıya doğru zərbə. Qapıcı yenə də qapını gözəl mühafizə edir. Şimdi rəqibin yüzünü izləyirik. Güzel zərbə. Tuncay. Məhəmməd. Tamerlan. 7 nömrə rəqibin oyuncusu. Tuncay yeni yaxşı oynuyor. Nihat. Top Nihat'tan çıxır. Rəqibin 14 nömrə oyuncusu Azacıq geridə oynadı və topu itirdi. Onun geri gələn topu. Fuat, Nihat. Top Rofunlardan çıxdı. Ağabala Abbas oyuna daxil olur. Ağabala irəliyir, Ağabala. Ay. Güzel zərbə. Fuat'tan qapıya doğru zərbə. Güzel zərbə idi. Yaxşı düşünülmüş zərbə idi. Ay. Rəqibin 9 nömrə oyuncusu böyük bir şansı əldən qaçırdı. Hesabda bir rəqibin oyuncusu çox ödəmədi.
Rakip az qala bir top vuracaqdı Rofun qapısına, amma geride zərbə oldu. Daha sonra isə Çobut oyununa təməli oyuncu. Məhəmməd Fuat Ağabala Ağabala ay Tamerlan bu oyundan aldı, cərimə zərbəsi olmalıdır. Yox, cərimə zərbəsi təyin edilmir. Məşqçilər müsahabara qarşı biraz güzel edirlər. Gəlin ki, Affanın burada hakimlər olsa da dəqiq cərimə zərbəsi təyin edəcək. Abbas Ağabaladan güzel zərbə! Gol! Hava zərbəydi, gözlənilməz zərbəydi. Heç kim bu zərbəni təbii ki gözləmirdi. Aniden Ağabala güzel bir zərbə vurdu. Hesap 5-0 Rofum komandasının xeyrinədir. Abbas Mehmet Ağabala yeniden topu hərəkət geçirir. Qapıya doğru zərbə. Bu dəfə zərbə zəif olur. Abbas Mehmet'ten güzel hareketler. Abbas Tamerlan'dan kapıya doğru zərbə. Geçecek bir zərbəydi bu. Muhteşem zərbəydi. Güzel zərbə. İkinci hissənin 7-ci dəqiqəsi gedir. Kapıya doğru zərbə. Ay, kapı direği. Bu dəfə rəqibi xilas edir. Mehmet Ağabala topu hemen geçirir. Kapıya doğru zərbə. Kapının yanından geçirir. Dəqiq bir zərbə oldu. Allah Mehmet topu başıyla karşısına aldı zərbənin. Ağabala Ağabaladan Tamerlan ikinci oyunun qəhrəmanlarındandır Tamerlan. Uşaqların demək ki hamısı yaxşı oynayırlar bu günləri. Xüsusən Tamerlan'ı da qeyd etmək olar ki bugünkü oyunda çox əla tərəflərimizi göstərir. Cərimə zərbəsi yenə də təyin edilir amma oyun davam edir. Ağabaladan qapıya doğru zərbə. Güzel zərbə. Abbas'tan güzel zərbə və gol. Rofum 6 Af Grup 0. ...6-0 Rofun komandası AF Grup Akademinin hem yaşıtlarıyla oyunda öndediler. Fuat'tan Ağabala'ya ötürme. Ağabala
güzel bir oyun oynadı burada. Topu sakladı. Təəssüf ki o anı göstərə bilmədik. Bilə bilirəm. Kameranın uğraşdırıldığı yer aşağı hissədə, yəni kameranın aşağı hissəsində baş verənlər təəssüf ki sizi göstərə bilmirik. Abbas top hərəkətini yenidən. Məhəmməd. Rofun komandasının kapitanı, rəqib komandanın 7 nömrə oyunçusuna özür adını bildirir. Kobud oynamamağa çağırır. Diqqətli olmağa çağırır. Qapıya doğru zərbə. Bəhram. Bəhram top hərəkətçildi. Bəhram. Bəhram. Rəqibin hücumun yenə də Bəhram. Uğur. Uğur'un mövqeyində gözləmirdi sanki topun gəlişini. Çox rahat bir şekilde topu qəbul etdi, amma hər şey yaxşı qurtardı Rofumlar üçün. Kənan çox yaxşı. Kənan axıra qədər Kənan. Hava Kənan. Uğur. Əla oynayır Uğur bu dəqiqə. Az öncəki səhvindən sonra çox yaxşı oynadı. Uğur. Yenə də Uğur. Həsən. Riyad. Riyad. Uğur. Uğur. Uğur rəlli. Topu burada qalır. Ay 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 burada Uğur'un. Ayağına dolaşır. Out rəqibindir. Uğur'dan kapıya doğru güzel bir zərbə. Aslında bu gol olsaydı da sayılmayacaqdı. Çünkü alttan birbaşa kapıya zərbə vurması olmaz. Futbol qaydalarına əsasən. Uğur güzel oynadı. Bəhram. 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 Kənan. Kənan zərbə alacaq mı? Həsən qapıya doğru zərbə vurdu. Rəqib qapıcı yenə də yaxşı oynayır. Qapını çox yaxşı mühafizə edir. Vuruyor. Əslində rəqib komandada ən yaxşı oyuncu məhz deyərdik rəqibin qapıcıdır. İndi isə rəqibin əksini izləyirik. Uğur çok güzel oynadı burada. Çok rahat bir şekilde topu kapıya doğru, kapıcıya doğru rahat bir şekilde gelmesine işaret yarattı ki kapıcı rahat şekilde topu götürsün. Yine de Uğur. Uğur müdafiede el oynuyor. Kenan ilerliyor. Kenan ilerliyor. Kenan. Kenan. Evet Kenan topu saklıyor. Yine de Kenan. Kenan. Oho Kenan burada neydi? Ehsen Kenan. Ehsen. Yazmışlar Kenan'ındı. Kenan şimdi. Bəhram. Rəqibin əksici oyunda ola bilər.
Nihat burada yaxşı oynuyor. Hücumun daha da tehlikeli olmasına imkan vermir. Alttan rəqib topunu daxil edecek. Rəqibin hücum izləyir, qapıya doğru zərbə. Top qapının yanından keçir. Zərbə geri deyib olur. Riyad ilerleyir. Top Riyad'dan çıxır. Alttan av grup yetimləri topunu daxil edecek. Her iki komandanın oyuncuları oyunun son dəqiqələrində görsənir ki, yorğundular. Xüsusən rəqib komandanın oyuncuları demək olar ki, ilk dəqiqələrdən eyni heyət oynayırlar. Onlarda təbii yorğunluq yaranmasına səbəb olur. Riyad gözəl oynuyor, topu ələ keçirir. Kənan Tuncay topu ələ keçirir. Tuncaydan topu aldı ama Tuncay son anda yenə də Tuncay istəmir. Çünki rəqib topu ələ keçirəndən sonra onun əlinə doğru zərbə vurmuşdu. Kürdən zərbə. Rofun komandası kürdən zərbəni yerinə yetirəcək. Yeniden kürdən zərbə olacaq. Və sən Riyaddan qapıda zərbə. Oo, güzel hareketler buradan. Nihat. AF komandasının hücumunu izledik. Nihat hücumun karşısına alır. Götürme. Kaptan. Gettir Emre'nin oyuncu rəqibinin hücumunu alınmadı. Gettir Emre'nin oyuncu yaxşı fikirləşmişdi ama alınmadı onda. İndi isə yenidən rəqibin hücumunu Nihat rəqibin hücumunu qarşısına alır. Kürdən zərbə. Rəqibin hücumu davam edir.
Zərbə olacaq mı qapıya doğru? Qəşəng zərbə idi. Av Group oyuncuları bu günləri artıq yorğun görsənirlər. Yəqin ki, oyun bitəcək. Oyunun əlavə dəqiqələri oynanır hal-hazırda. Ağabala Tamerlan bitirir. Məhəmməd Abbas Məhəmməd Ağabalaya doğru ötürmə. Ağabala Tamerlan top oyundan çıxır. Oyunun ise əlavə dəqiqələri oynanılır. Oyunun əsas vaxtı artıq bitib. Fuat Ağabala Gündən zərbəni rəqib yerinə yetirir. Akıya doğru zərbə. Ruhumlar hücumu qarşısına alırlar. Və əks hücuma keçir Ruhumlar. Məhəmməd top rəqibdən çıxır. Kapıya doğru zərbə. Tamerlan ilerleyir. Kapıya doğru zərbə. İkinci zərbə olacaq mı? Fuat kapıya doğru zərbəsiz zəif alındı. Geride bir zərbə oldu. Ağabala Abbas Ağabala Abbas Tamerlan kapıya doğru zərbə. Dördüncü golunu vura bilərdi Tamerlan oyunda. Kapıya doğru zərbə. Yenə də rəqib. Qapısı çox yaxşı oynadı. Rəqibin qapısı bugün yaxşı seyflər edir. Rəqibin hücumunu silibir. Və nəhayət gol! Av Group 9 dəmə oyuncusu hesab arasında fərqi biraz azaldır. 6-1. Abbas Muhammed'le Abbas Ağabala topun rəqibdə qalmasına imkan vermədi. Fuatdan 6 yeni yetirir.
Rəqib qapısı sərbəst zərbə ilə topuna daxil edəcək. Bütün oyuncular demək sürülərini doğrudur. Abbas topu hələ keçirir. Tamerlan, Fuad Ağabala. Top Tamerlan burada güzel oynuyor. Tamerlan topu hələ keçirdi. Topu rəqibdən çıxdı. 200'den zərbə. Oyun bitti. Rofun ve AF Grup Akademi arasında olan U9 ligasındaki görüş böylece 6-1 hesabıyla yekunlaşır. Her iki komandanın hem Zafer Bayramını hem de Bayrak Gününü tebrik edirik. Her iki komanda oyuncularına növbəti oyunda uğurlar diləyirik. Sağ olun.